Salam, hər vaxtınız xeyir. Bu mənim ilk YouTube kanalımda çəkdiyim ilk videomdur və aşırı həyəcanlıyam açığı. Mən yəni belə insanlar qarşısında ya da ki hər hansısa bir videoda danışmaqdan həyəcanlanan bir insan deyiləm. Amma məncə bu həyəcan xoş bir həyəcandır. Sizə əvvəla təşəkkür eləmək istəyirəm, çünki mənim abunəliyimdə olan hər bir şəxsi mən özüm bura toplamışam və onlar məni qırmayıb bura gəliblər. Dəstəkləriniz və əməyiniz üçün minnətdaram. Bu gün danışacağım mövzu biraz əslində gülməli bir mövzudur, çünki mən bu gün imtahana getmişdim. İmtahandan əvvəl çəkəcəkdim əslində daha estetik bir video alınsın deyə, amma nəticə etibarilə çəkə bilmədim, çünki yatım qalmışam. Ona görə də imtahandan sonrasına planlaşdırdım və bu gün imtahanda eynən elə psixoanalizin imtahanına girərkən birinci, ikinci, üçüncü sualları yazdım və dördüncü sualda anidən ağır bir overthink saatıma denk gəldi həmin sualı yazdığıma. Və qələmi, vərəqi bir kənara buraxıb, həqiqətən ağır-ağır düşünməyə başladım və həmin anda bir şeyin fərqinə vardım. Mən əslində heç vaxt olmayan, yəni bir hadisəni düşünürdüm. Yəni gələcəkdə olacaq və yaxud heç vaxt olmayacaq. Amma mən hal-hazırki andaydım və məncə bunu çox az insan fərq edir. Daha doğrusu fərq edirlər də görməzdən gəlirlər. Sonra düşündüm ki, olduğum yer imtahan olsa belə, mən bu imtahanın dadını çıxarda bilmirəm və mənim sabah da imtahanım var. Həmin imtahanda sabahki imtahanın dərdini çəkirəm. Məncə insanı qocaldan səbəblərdən elə ən böyük də budur. Biz hələ yaşadığımız yox, gələcəkdə yaşayacağımız yaxud heç yaşamayacağımız şeylərin dərdini çəkirik. Və elə ona görə də gəncliyimiz, zamanımız əlimizdən belə çox tez müddətdə də uçub gedir. Vlog çəkmək istəyirdim sizə. Amma dedim ki, ilk video mükəmməl olmaq məcburiyyətində deyil. Çünki burada siz hamınız mənim çox yaxınımsınız və sizin qarşınızda mükəmməl olmağa ehtiyac duymuram. Hər biriniz məni müəyyən qədər tanıyır. Burada mənim qrup yoldaşlarımla, patok yoldaşlarımla da var. Sizə də təşəkkür edirəm. Və düşünürəm ki, bəzən düzdür, mənim məsləhət verməyə elə bir hüququm ya da peşəkarlığım yoxdur. Amma həqiqətən bəzən sadəcə öz həyatımda yaşadığım kiçik təcrübələrlə kiminsə həyatını işıqlandırmaq istəyərəm. Məsələn, elə bu gün sizə danışdığım bu anki olaydakı kimi. Eyni zamanda mən həyatı belə təcrübə elədiyim anlar çox olub. Düzdür, 19-20 yaşlı bir qıza görə bəlkə də bu çox böyük və ağır bir sözdür. Amma ən azından yaşadığımız şeylər yaşımıza uyğun olaraq bizə müəyyən qədər təcrübə qazandırıb. Burada məndən yaşca böyük olanlar da ola bilər, təcrübəsi məndən çox olanlar da ola bilər. Amma bu demək deyil ki, burada tək mən danışacağam. Burada hər birimiz danışacağıq. Çünki siz də yorumlar yazacaqsınız, paylaşacaqsınız, bir yerdə müzakirə edəcəyik. Yəni elə bir qısıtlı səbəblər yoxdur. Bugünkü mövzumuz da eynən anın dadını çıxartmaq olsun. İlk olaraq mən böyük bir YouTube kanalı yaratmaq düşünmürəm. Mən sadəcə mənə yaxın olan insanlarla öz fikirlərimi bölüşmək istəyirəm. Və buna görə Instagram, TikTok kimi sosial şəbəkələr mənə görə uyğun gəlmədi. Ona görə YouTube kimi bir kanala müraciət etməli oldum. Ümid edirəm ki, bundan sonra da çox gözəl videolar yəni yayınlanacaq bu kanalda. Siz də sevə-sevə izləyəcəksiniz. Bir daha təşəkkür edirəm və öz fikirlərinizi paylaşmağı da unutmayın.